بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Aziz, kıymetli kardeşler, değerli cemaat, hürmetli aksakallar. Alemlerin Rabbi olan Allah'a sonsuz hamd senalar olsun. Onun sonuncu peygamberi Muhammed sallallahu aleyhi ve selleme, onun ailesine, sahabelerine, ehli beytine ve kıyamet gününe dek onlara güzel şekilde tabi olanlara Allah'ın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Həmd olsun uca Allah'a. Allah Teala bizleri mübarek Ramazan ayının son 10 gününe yetişmeye müvəffəq etti. Alimler buyururlar, salih sələflər 3-10 əmələ 10 güne fikir verərmiş. 1. Zilhicce ayının ilk 10 gününe, 2. Məhərrəm ayının ilk 10 gününe, 3. Ramazan ayının son 10 gününe fikir verərmiş. Allah Teala Kur'an-ı Kerim'de El-Fecr suresinde buyurur: "Vel-fecr ve leyalin aşr ve şef'i vel-vatr." Andolsun sübh çağına, andolsun 10 geceye, andolsun teke ve cüte. Burada 10 gece ilim ehli buyurur, Ramazan ayının son 10 gecesidir. Allah Resulü sallallahu aleyhi ve sellem İmam Bukhari ve İmam Müslim'in rivayet edildikleri hadiste Ramazan ayının son 10 gecesi dahil olan zaman özünü daha çok ibadete verer, geceleri namazlar kılar, ailesini de ibadet etmeye oyadardı. Ailesini de ibadet etmeye kaldırıp oyadardı. Hakikaten de Ramazan ayının son 10 günü bütün Ramazan ayı içerisinde en faziletli, en hayırlı günlerdir. Allah Teala faziletli emellerin daha çok savabı, daha çok mükafatı ahırlarına koyup, ahırlarına yerleştirip. Baxanda cümə günü, həftənin en faziletli günüdür. Güneşin üzerine doğup battığı en hayırlı gündür. Cümə günü daxil olandan ibadetler başlayır. Salavat demək, sədəqə vermək, cümə günü səhər qalxıb sübh namazına məscidə getmək, namazdan qayıtdıqdan sonra gəlib yuyunmaq, cümə qusulu almaq, gözəl paltarlar geyinmək, erkəndən məscidə getmək, xutbəyə qulaq asmaq, cümə namazı qılmaq, sədəqə vermək, Kəhf surəsini oxumaq, hamısı bu günün içərisində olan əməllərdir. Amma ən fəzilətli vaxtı cümə gününün axır saatıdır. Duaların en çok qəbul olunduğu vaxt. Arafa günü en fəzilətli ilin günüdür. Uca Allah'ın bəndələrin cəhənnəm odundan en çok xilas etdiyi gündür. O Arafa gününün en fəzilətli vaxtı axşam çağı, güneşin batdığı vaxt. Allah Teala məhz fəzilətli əməllərin, savabın, mükafatın onun sonluğuna koyup. Ona göre ki, bir, ibadet edip çalışanlar daha çok çalışsınlar, daha çok ürəkli, həvəsli olsunlar. 2, ola bilsin ki, əvvəldə səhvə, naqissiyə, zəifliyə yol verənlər indi özlərini düzəltsinlər, daha çox çalışsınlar ibadət üzərə. Necə deyərlər, sona doğru insan fəaliyyətin artırır. Bu 10 gün içərisində uca Allah bizə çox fəzilətli bir gecə qoyub. O gecə Ramazanın son 10 gecəsində olan Qədir gecəsidir. Həqiqətən də bu Qədir gecəsi 1000 aydan üstün fəzilətli gecədir. Allah Teala Kur'an-ı Kerim'de buyurur: "İnna enzelnahu fi leyletil qadr ve ma edrake ma leyletul qadr. Leyletul qadri hayrun min elfi şehr." Həqiqətən də biz Kur'an'ı Qədir gecəsində nazil etdik. Kur'an-ı Kerim
lövh-i məhfuzdan dünya səmasına bir dəfəyə Qədr gecəsində nazil olur. Sən hardan bilirsən ki, Qədr gecəsi nədir? Çünki Muhammed s.ə.v bundan qabaq bilmirdi Qədr gecəsi nədir. Qədr gecəsi 1000 aydan üstün xeyirli gecədir. 1000 ay 83 il və daha çox. Bir gecə fikirləşək ki, 83 ildən üstün fəzilətli, 1000 aydan üstün fəzilətli gecədir. Tənəzzəlül mələikətu və ruhu fiyhə biizni rabbihim min kulli amr. O gecə Cəbrail və mələklər Allahın izni ilə hər bir mühüm iş üçün yer üzərinə inirlər. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, Qədr gecəsində yer üzərində olan mələklərin sayı xırda daşların sayından daha çox olur. Subhanallah. Yer üzərində xırda daş, hara baxırsan balaca daşlardır. Mələklərin sayı o balaca daşların sayından daha çox olur. Selamun hiyə həttə matla'il fəcr. Dan yeri sökülənə qədər o gecə əminamanlıq, salamatçılıqdır. Qədr gecəsi belə bir gecədir, əziz qardaşlarım. Allah Teala Duhan surəsində buyurur, Hamim vəl kitabil mubin. Hamim, and olsun açıq aydın olan kitaba. İnna enzəlnahu fi leylətin mübarəkə. İnna kunna munzirin. Həqiqətən də biz bu Qur'anı mübarək gecədə nazil etdik. Qədr gecəsinin başqa bir xüsusiyyəti bərəkətli gecədir. Faydasının, ruzusunun, xeyrinin bol olduğu gecədir. Fihə yufraqu min kulli əmrin hakim. Hər bir hikmətli iş məhz o gecədə təyin olunub, təqdir olunur. Əziz qardaşlar, bütün bu ayələr, həm Əl-Fəcr surəsindəki ayə, həm Qadr surəsi, həm Duhan surəsinin ilk ayələri bu gecənin fəzilətini göstərir bizə. Allah Teala Qədr gecəsinə Quran-ı Kərimdə and içir. Bu 10 gecənin həm tək gecələrinə, həm cüt gecələrinə and içir. Bu gecə Quran-ı Kərimin nazil olduğu gecədir. Bu gecə 1000 aydan xeyirli üstün gecədir. Bu gecə Cəbrail və mələklər yer üzərinə nazil olurlar. Bu gecə dan yeri sökülənə qədər əminamanlıqlı gecədir. Bu gecə mübarək gecədir. Bu gecə məxluqatın bir illik qədərini yazıldığı gecədir. Yəni bir il nə olacaq, o bu gecədə yazılır. Qədr gecəsinin məhz Qədr adlanmağının alimlərdə iki səbəbi var. Bir, Qədr qiymət sözündən götürülüb, yəni qiymətlidir, dəyərlidir, belə bir gecədir. İki də təqdir sözündən. Məxluqatın, insanların bir illik qədərinin yazıldığı bir gecədir. Allah Resulü sallallahu aleyhi və səlləm Qədr gecəsin Ramazanın son 10 günündə axtarmağı bizlərə tövsiyə edir. Ramazanın son 10 gününün 10 gecələrində. Artıq biz Ramazanın 20 günün tamamladıq. Bu gündən artıq son 10 gecə daxil oldu. Və 10 gecənin 10'unda da bu gecəni axtarmaq. Başqa hədislərdə gəlir 10 gecənin tək gecələrində axtarmaq. 10 gecənin tək gecələrində axtarmaq. Bütün bu hədisləri cəm etdikdən sonra alimlər buyururlar ki, Qədr gecəsi Ramazanın son 10 gecəsindədir. Kim Ramazanın son 10 gecəsinin hamısında namaz qılsa, Quran oxusa, dua eləsə, zikr eləsə, salih əməllər etsə, artıq həmin şəxs heç şübhə yoxdur ki, Qədr gecəsinin savabı, mükafatını götürür. Bu gecəyə aid olan xeyirlərə çatır. Görürsən ki, bəzən müsəlmanlar tək gecələrə üstünlük verir, amma cüt gecələri üstünlük vermir. Bu yanlışdır. Allah Teala Əl-Fəcr surəsində and olsun 10 gecəyə deyəndə təkə and içdi, yoxsa həm təkə həm cütə and içdi? Həm təkə həm cütə and içdi. Alimlər buyururlar ki, Qədr gecəsi həqiqətində yerin dəyişir. O bəzən tək gecələrdə olur, 21, 23, 25, 27, 29, bəzənsə cüt gecələrdə olur. Yəni 22, 24, 26, 28, yaxud 30-cu gecə. Ona görə bizlər çalışmalıyıq ki, təkə, cütə fikir vermədən bütün gecələrdə ibadətlərimizi eləyək. Artıq təravih namazları Allah həmd olsun qılınır. İstər məscidlərdə, istər cəmaat öz evində
Təravih namazlarını qılırsa artıq o Qədir gecəsini ibadətə keçirmiş sayılır. Əlavə daha çox savab qazanmaq istəyirsə, Quran oxusun, dua eləsin, zikr eləsin, savab salih əməllər görsün. Rasul sallallahu aleyhi və səlləm buyurur ki, "Mən qamə leylətəl qadri imanən və ihtisabən, ğufira lehu ma taqaddama min zənbihi." Kim Qədir gecəsini imanla, ixlasla, mükafatını Allahdan gözləyərək ibadət edərsə, onun keçmiş günahları bağışlanır. Keçmiş günahları bağışlanır. Ona görə hər bir kişiyə və qadına, yaşlıya, cavana düşən bu gecələri ihya edib ibadətə keçirməsidir. Ola bilsin bir insan hətta oruç tuta bilmir. Xəstəliyi ucbatından, nəsə bir maniyə ucbatından, yaxud da qadın məsələn xəstələnib oruç tuta bilmir. O Qədir gecələrini ibadətə keçirdə bilər ancaq. Dua eləsin, zikr eləsin. Qadın məsələn xəstə günlərindədirsə, namaz qıla bilməz. Amma dua eləyə bilər, zikr eləyə bilər, sədəqə verə bilər, xeyir işlər görə bilər. Quran-ı Kərimi telefondan oxuya bilər, yaxud cihazdan oxuya bilər, yaxud da əlinə əlcək geyinib Quranın özündən oxuya bilər. Yəni, əziz cəmaət, ibadət etməməyə o gecədə bir üzür, səbəb yoxdur. Ola bilsin, insan səfərdə olsa belə, yenə ibadətlərin eləsin. Bu gecə, əziz cəmaət, bizə Peyğəmbər s.ə.v xüsusi dua öyrədir. Həqiqətən də əzəmətli duadır. Möminlərin anası Ayşə radiyallahu anhə deyir, ya Rasulallah, hansı gecənin Qədir gecəsi olduğunu bilsəm, onda hansı dua nə edim? Rasul sallallahu aleyhi və səlləm deyir ki, de, Allahümmə innəkə afuvun tuhibbul afuvə fa'fu anni. Allahım, həqiqətən də sən əff edib bağışlayansan, əff edib bağışlamağı sevirsən, məni əff et, məni bağışla. Allaha bu duanı etmək. Ən çox bu duanı et. Başqa dualar da etmiyorlar. Lakin bu duanın üzərində bizlər ciddi dayanaq. Ramazanın son elə 10 gecəsinin gündüzlərində də bu duanı edək. Həm gecə, həm gündüz. Qoy bu dua bizim əzbər olsun dilimizdə. Allahümmə innəkə afuvun tuhibbul afuvə fa'fu anni. Allahdan bağışlanma istəmə. Alimlər buyururlar ki, insan Qədir gecəsin bu dua ilə keçirəndə, Qədir gecəsi də bir illik qədərin yazıldığı gecədə axı. Bir il qarşıda nə olacaq? Yazıldığı gecədə. Əflə, bağışlamaqla onun qədəri yazılır. Əff olunub bağışlamaqla onun qədəri yazılır. Əziz qardaşlar, ona görə çalışmalıyıq ki, bizlər bu Ramazanın son 10 günlərin, 10 gecələrin yaxşı keçirək. Ramazanın son 10 gecəsində verilən bir sədəqə başqa aylarda 1000 aydan fəzilətlidir. Həmin Ramazanın son 10 gecəsində, Qədir gecəsində edilən zikir, verilən sədəqə, görülən yaxşı iş 1000 aydan xeyirlidir, 1000 aydan fəzilətlidir. Əziz qardaşlar, bizlər bunu Qədirin qiymətini bilirik ona görə ki, Allah Taala'nın bu Muhammed s.ə.v-in ümmətinə vermiş olduğu bir nemətdir. Başqa ümmətlərdə Qədir gecəsi olmayıb. Başqa peyğəmbərlərin şəriətində belə bir gecə olmayıb. Allah Taala bunu Muhammed s.ə.v-in ümmətinə verib. Bu da bir üstünlükdür, bir fəzilətdir bu ümmətin. Keçmiş ümmətlər uzun ömürlər yaşayardılar. Bizim ümmətə isə Allah Taala qısa ömür verib. Niyə görə? Az günah eləsinlər. Az günah eləsinlər. Lakin fəzilətli aylar, həftələr, günlər, 10 günlər qoyub ki, daha çox savab qazansınlar. Ömrümüz azdır, günahlarımız az olsun deyə. Fəzilətli günlər, gecələr qoyub, daha çox savab qazanaq deyə. Bax, bundan istifadə eləyə əziz rəhmət. Allah subhanahu ta'ala bizlərə bu gecələri gözəl şəkildə keçirməyi nəsib eləsin. Şərt deyir, hamısını oyaq qalaq. Elə bir qayda yoxdur. Lakin bacardığımız qədər oyaq qalmağa çalışaq. Oyaq qalmaq, yəni ibadətlə. Quran oxumaq, dua eləmək, zikr eləmək və s. Çalışdığımız qədər qıraqla, baş qarışdıran telefondur və s. 10 gün uzaqlaşaq heç olmasa. 10 gün, 10 gecə uzaqlaşaq, özümüzü verək. Allahın izni ilə demək Qədir gecələrinə Ramazanın bu son axır 10 gündə. Allah Teala hamımıza müvəffəq eləsin. Qədir gecəsini ibadətə keçirməyi, günahların bağışlanmasını, 1000 aydan xeyirli, üstün, fəzilətli gecənin savabını götürməyi Uca Allah bizə, bütün cəmaatımıza müvəffəq etsin. Allah Teala bu gözəl məclisi Quran hazırlayan
bizlərə təqdim edən və qardaşları buraya toplayan hər bir kəsdən razı olsun. Həmçinin əqiq məclisidir. Allah Teala bu kəsdən əqiq qurbanın, o övladın salih olmasına səbəb eləsin. Atanın üzərində övlad qarşısında olan vəzifələrindən, mühümlərindən biridir. Allah həmd olsun, o bunu yerinə yetirdi və uca Allah onu qəbul etsin ondan. Allah Teala bu əqiq qurbanı səbəbi ilə o övladın ruhusunu bol eləsin, xəstələri ondan uzaq eləsin. Allah Teala hamımızı eşidib başa düşə faydalanan, ən gözəlinə tabi olan qullarından etsin. Və sallallahu alə nəbiyyina Muhammed və alə alihi və sahbihi və səlləmə təslimən kəthira ilə yevmiddin.